Gəlin birlikdə market alış-verişinə gedək. Sağlam qidalanma marafonunda olduğum üçün ala biləcəklərim limitlidir. Amma bu o demək deyil ki, baxmaq olmaz. Alış-verişə tez-tez həftə sonu bazar günləri çıxıram və bazar günləri mənim cheat daysim, yəni istədiyim şeylərdən yeyə bilmək günümdür. Buna görə hal-hazırda həm sağlam qidalar alacağam, həm də özüm üçün 1-2 dənə atışdırmalıq alacağam sağlıqsız. Çünki axşam idi, daha çox poza bilməzdim. Burada sizə marketi gəzdirirəm, sanki özünüz gəzəndə bunları görmürmüşsünüz kimi. Bura Bol marketi 9-cu mikrorayonda yerləşir və mən səbətimi doldurdum. Aldıqlarımı gətirdim kuxnaya yerləşdirməyə və indi tək-tək göstərirəm ki, nələr var burada. Təbii ki, olmazsa olmazım kefir. Kefir əslində o qədər də çox sevmirdim, amma Doktor Milk'in xoşuma gəldi. Qatığım, göyərtilərim, tərəvəzlərim. Orada saqqız da var, fıstıq əzməsi, yumurta, zeytun, toyuq file, meyvələr və dondurma.